Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bədə əmmə bəd. Davam edirik. Muxtasar Sirət-i Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini, Allah Resulü sallallahu aleyhi ve sellemin sirasının müxtəsəridir. Və bugün də 11-ci dərsdir və qaldıq ki, yəni müəllif gətirir. Allah Resulü sallallahu aleyhi ve sellemin atası Abdullahın vəfatı. Vəfatu Abdullah valid Rasulullah sallallahu aleyhi ve sellem qad ixtilifə fi vəfati əbihi və ixtilaf olunub onun yəni vəfat vaxtında. Həl tufiyə bədə vələdətihi o qabləhə, yəni Allah Resulü sallallahu aleyhi ve sellem doğulmamış və yaxud ondan sonra vəfat etmişdir. Yəni bu ixtilaf var və əksər alimlər deyirlər ki, yəni Muhammed sallallahu aleyhi ve sellem anasının bətnində olaraq vəfat etmişdi atası. Və la xilafə ənə ümmə mətət beynə Məkkə və Mədinə bil əbva. Və ixtilaf yoxdur ki, anası isə, yəni Muhammed sallallahu aleyhi ve sellem anası Məkkə və Mədinə arasında olan, yəni yol gedərək, yəni oradan səfər edərək Əbva adlı yerdə vəfat etmişdi. Mədinədən yəni qayıdaraq, öz dayılarını ziyarətindən qayıdaraq da, yəni Mədinə əhlindən qayıdaraq Məkkəyə. Və ləm yestəkmil izzəkə 6 sinin və həmin dövrdə Peyğəmbər sallallahu aleyhi ve sellemin, yəni dayılarının yanından qayıdarkən, həmin o səfərdə 6 yaşı tam olmamışdı. Fəkəlləfəhu cədduhu Abdülmuttalib və onu deyir öz kəfilliyinə, öz yəni öhdəsinə onun babası Abdülmuttalib götürür. Və raqqa aleyhi riqqətən ləm yaruqqəhə alə əvlədihi və ona elə bir yumşaqlıq, elə bir yəni atalıq edib ki, heç öz övladlarına belə bu cürünə, yəni yumşaqlıq göstərməmişdi. Fəkən lə yufəriquhu, heç ondan ayrılmazdı. Və mə kənə əhəd min vələdihi yecisu alə firaşı iclələn ləhu illə Rasulullah sallallahu aleyhi ve sellem. Və deyir, heç deyir, övladlarından, yəni onu hörmət qoyaraq öz yatağında otuzdurmamışdı. Nəinki, deyir, Allah Resulü sallallahu aleyhi ve sellemə bu hörməti qoymuşdu. Və qədimə Məkkə qavm min bəni Mudlic minəl qaffə və deməli Məkkəyə Bəni Mudlic, yəni Mudlic qəbiləsindən elə bir ki, bunlar qaffə, yəni qaif kimlərə deyirlər, qiyafə elmi ümumiyyətlə kimdir? Kimlər ki, insana baxıb onun nəsəbini təyin edə bilir. Yəni atası ilə, babası ilə onun təyin edir ki, yəni bu kimin övladıdır. Yəni bu belə bir elm olub, yəni qabaqki qövmlərdə. Bəni Mudlicdə, yəni onlarda bu elm geniş yayılmışdı. Fələmmə nəzaru ileyhi və Allah Resulü sallallahu aleyhi ve sellemə baxdıqda babasına dedilər, İhtəfiz bihi, bunu dir qoru, saxla. Fələm nəcid qadəmən əşbəh bil qadəmilləzi fil məqam min qadəmiki. Çünki bunun dir ayağı, bunun ayağı qədər o məqamdakı ayağa dir bənzər bir ayaq yoxdur. Yəni İbrahim məqamından söhbət gedir. Yəni İbrahimin ayağına bənzər ən yaxın ayaq bundadır. Fəqal ilə Əbi Talib və Əbu Talibə də deyir, İsmə mə yəqul həvlə. Eşit, gör onlar nə deyirlər, ona görə deyir, vəhtəfiz bihi, bunu deyir, qoru, saxla. Və tufiyə cədduhu fi sənə səminə min mavlidihi və deyir, Allah Resulü sallallahu aleyhi ve sellem doğulduğundan 8-ci ilə deyir, babası dünyasını dəyişir və vəsiyyət edir onu Əbu Talibə, əmisinə. Və qeylə sonra deyir ki, Abdülmuttalib, Allah Resulü sallallahu aleyhi ve sellemin babası, İbn İshaq deyir ki, kənə Abdülmuttalib min sədət Qureyş, yəni Qureyşin ən hörmətlilərindən, böyüklərindən, ağalarındandır. Muhafizən aləl-uhud, öz yəni əhdlərini qoruyan idi. Mutaxalliqan bi məkərimil əxlaq, yəni gözəl əxlaq sahibidir. Yuhibbul məsəkin, kasıbları sevərdi. Və yəqumu fi xidmə əl-həcic və həcilərə deyir, xidmət etmək, yəni xoşlayırdı, yəni xidmət edirdi. Və yut'imu fil əzəmət və çətinliklərdə də yəni insanları yedirdərdi. Və zalimlara qarşı yəni kəskin idi. Və kənə yut'imu həttəl-vuhuşə və tıyar, hətta deyir, vəhşi heyvanları, quşları belə yedirdərdi, dağların başında belə. Və kənə ləhu əvləd əkbəruhum əl-həris və övladları var idi. Yəni Abdülmuttalibin övladlarından böyüyü Hərisdir. Hələ atası sağ ikən, yəni dünyasını dəyişmişdi.
Onun övladlarından, yəni Hərisin övladlarından İslamı qəbul edən Ubeydədir. Bədirdə öldürülür. Həmçinin Rabiya, Abu Sufyan, bir də Abdullah. Abu Sufyan, yəni Hərisin oğlu Abu Sufyandır. Bunlar hamısı, yəni dördü də İslamı qəbul edənlər idi. Övladlarından, yəni Hərisin. Amma Həris özü babası, yəni Abdülmuttalib sağ olarkən dünyasını dəyişmişdi. Sonra deyir, övladlarından Zubeyr var idi. Zubeyr ibn Abdülmuttalib. O da Abdullahın doğma qardaşı idi. Doğma, yəni şəqiq qardaşı idi. Hələ ki Zubeyr Abdullahın, yəni Abdülmuttalibin övladlarıdır da. Abdullah da Peyğəmbər sallallahu əleyhi və səlləmin atasıdır. Onun doğma qardaşı Zübeyrdir. Və kən rəis Bəni Həşim və Bənil Muttalib və deyir Bəni Həşim, Bəni Muttalibin deyir rəisi idi döyüşdə. Hərbul Ficarda. Hərbul Ficar döyüşü, yəni məşhur döyüşdür. Bu yəni ad qalıb Ficar adı qalıb o hərbdə, döyüşdə Ramazan ayında, yəni bunlar üçün müqəddəs aylar var idi. Yəni o müqəddəs ayda hələ ki döyüşmək, hələ ki o müqəddəsliyi pozmaq kimidir deyə ona görə Ficar deyilib buna. Fucur sözündən də, yəni günahkarlıq. Və şərəfli bir kəs idi həmin o. Və ləm yudrikal İslamə və İslama deyir yetişməmişdi. Yəni Zübeyr ondan qabaq dünyasını dəyişmişdi, İslamdan qabaq. Yəni İslam gəlməmişdən qabaq. Və əsləmə min əvlədihi, övladlarından isə İslamı qəbul edən Abdullah, yəni Abdullah ibn Zübeyr, məşhur sahabədir. Bu deyir, yəni Əcnədin adlı və ya Əcnədeyn adlı yerdə, yəni Fələstindədir bu yer. Yəni kənddir. Orada yəni şəhid olmuşdu. Həmçinin övladlarından, yəni qızlarından Dubə, Məcil, Safiyə, bir də Atikə var idi. Yəni İslamı qəbul edənlərdən. Sonra deyir ki, bu əslə minhum və Abdülmuttalibin övladlarının özündən isə İslamı qəbul edən Həmzədir, Həmzə bir də Abbasdır, ikisidir. Yəni Abdülmuttalibin övladlarından. Həmçinin Abdülmuttalibin övladlarından Abu Ləhəbdir. Bədirdən sonra öldü, həlak oldu. Və ləhu minəl vələd və övladları Utaybə, hansı ki Allah Rəsulü sallallahu əleyhi və səlləm ona bəddua etmişdi və onu yəni vəhşi heyvan öldürmüş, parçalamışdı. Və ləhu Utbə və Muattib, əsləmə, həmçinin deyir, yəni Utbə, Muattib adlı övladları da var. Bu ikisi də fəth günü İslamı qəbul etmişdilər. Yəni Utaybə, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmin bədduası, yəni Utaybəyə aid idi. Utbə ilə Muattib isə İslamı qəbul etmişdilər fəth günü. Və min bənatihi, qızlarından isə Ərva, yəni Ərva idi qızı. Təzəvvəcəhə Kurz ibn Rabiyə ibn Həbib ibn Abdüşşəms. Onu ilə evlənmişdi Kurz ibn Rabiyə ibn Həbib ibn Abdüşşəms. Və fəvələdət ləhu Amiran və ondan deyir Amir adlı oğlu olmuşdu. Və həmçinin Ərva adlı qızı. Yəni Ərvanın Ərva qızı bu. Fətəzəvvəcə Ərva, həmin bu ikinci Ərvanı, yəni Ərvanın qızı Ərvanı, yəni Əffan ibn Əbil-As ibn Umeyyə alır. Yəni Osman radiyallahu anhunun atası, həmin bu Ərvanı. Və bundan da həmin o Osman radiyallahu anhu dünyaya gəlir. Thumma xalafə aleyhə, ondan sonra, yəni bu qadından sonra, yəni bu kişidən sonra qadın gedir ərə Uqbə ibn Əbi Muaytə və ondan da Əl-Valid ibn Uqbə, digər bir görkəmli şəxs, yəni dünyaya gəlir. Və aşət ilə xilafəti İbnihə Osman və Ərva yaşayır, deyir Osman radiyallahu anhunun xilafəti dövrünə qədər, öz oğlunun xilafəti dövrünə qədər yaşayır. Və minhunnə, həmçinin deyir qızlarından Bərrə bint Abdülmuttalib, yəni Abdülmuttalibin qızlarından, övladlarından keçdik, qızlarına Bərradır. Yəni Ummu Əbi Sələmə İbn Abdül-Əsəd Əl-Məxzumi, yəni Əbu Sələmənin hələ ki anası Bərra. Həmçinin qızlarından Atikə, Ummu Abdullah İbn Əbi Umeyyə, Abdullah İbn Əbi Umeyyənin anası. Onun da İslamında yəni ixtilaf olunub. Həmçinin qızlarından Safiyə, Ummu Zubeyr İbn Avvam. Zubeyr İbn Avvam, yəni 10 nəfər cənnətlə müjdələnmiş sahabənin anası Safiyə.
O da İslamı qəbul edib və hicrət edib. Həmçinin yəni Ərva Ummu Əli Cəhş, yəni Əli Cəhş anası, Əli Cəhşdə kimlərdir? Abdullahdır, Əbu Əhməddir, Ubeydullahdır və Zeynəb və Həmnədir. Bunlar hamısı yəni Abdülmuttalibin övladlarından. Abdülmuttalib özü isə, yəni onun anası Səlmə bint Zeyd min Bəni Nəccar. Bəni Nəccar qəbiləsindəndir. Nəccar qəbiləsindəndir. Yəni Səlmədir anasının adı. Və təzəvvəcəhə əbuhu Həşim. Və onunla deyir atası Həşim evlənir. Yəni Abdülmuttalibin atasının adı nədir? Həşimdir. Anasının adı nədir? Səlmədir. Səlmə Bəni Nəccar. Nəccardandır. Həşim Qureyşdəndir. Bəni Nəccar isə Mədinə əhlidir. İbn Abdülmanaf. Yəni Həşim İbn Abdülmanaf bu Qureyşidir. Fəxaraca ilə Şəm və deyir, yəni Həşim Şama doğru çıxır. Və hiyə ində əhlihə, qadını isə, yəni Səlmə öz evində, öz əhlində qalır, yəni öz ailəsində də, yəni dədə babasında qalır. Və qad həmələt bi Abdülmuttalib və həmin dövrdə Abdülmuttalibə hamilə idi. Fəmətə bi Qazza. Yəni Həşim Qazzada gedir ölür Fələstində. Fəraca Əbu Ruhum İbn Abdülüzza və ashabuhu iləl Mədinə bi tərikətihi. Və onu deyir Mədinəyə deyir, onun yəni qalığını da, yəni cəsədini elə bir ki Mədinəyə gətirən Əbu Ruhum İbn Abdülüzza və onun yoldaşları olur. Və vələdət imratuhu Səlmə Abdülmuttalib. Və həmin o Həşimindir qadını, zövcəsi Səlmə Abdülmuttalibi dünyaya gətirir. Və onu deyir Şeybətül Həmd adlandırır. Yəni Abdülmuttalib əsl adı deyil. Əsl adı nədir? Şeybətül Həmd. Şeybə deyilir ona. Fəqamə fi əxvalihi mukraman. Və deyir öz dayıların yanında, yəni hörmətli olaraq qalır. Fəbeynəmə huva yunadilu əs-sibyan. Və deyir uşaqlarla deyir küçədə güləşəndə, həmin uşaq vaxtı olur da, yəni Şeybə. Deyir ki, ənə İbn Həşim. Mən Həşimin oğluyam. Yəni fəxrlə deyir. Səmi'hu racul min Qureyş və Qureyşdən kimsə bunu eşidir. Qıraqdan kimsə bunu eşidir. Fəqalə li əmmihil Muttalib və əmisi Muttalibə çatdırır bunu. Yəni Şeybənin əmisi Muttalibdir. Atası Həşimdir. Yəni Həşimin qardaşı Muttalib. Aydındır da bu. İnni merartu bi davr Bəni Qeylə. Deyir, mən Bəni Qeylə evlərinin yanından keçirdim. Fəraitu guləmən yətəəzzə ilə əxik. Və gördüm ki, bir uşaq özünü sənin qardaşına nisbət edir. Yəni Muttalibin qardaşına, Həşimə nisbət edir. Və mə yənbəği tərku mislihi filğurbə. Və belə bir uşağı deyir, qürbətdə deyir, tərk etmək düzgün deyil. Fərahəli iləl Mədinə fi tələbihi. O da gəlirdir Mədinəyə, onu axtararaq. Fələmmə rəahu fəadat əynə. Onu görəndə gözləri yaşla dolur. Və dəmməhu iləyhi sıxır köksünə. Fəərdəfəhu alə rahilətihi. Və öz mininin arxasına alır onu, tərkini alır. Fəqalə ya ammi. Deyir ki, ey əmim. Zəlik ilə validə fəcə ilə ummihi. Deyir ki, bəs anamdan icazə almalıyam. Gəlir anasının yanına, deyir ki, fəsəələhə ən tursilə bihi məhu. İcazə alır ki, bəs mənimlə burax bunu. Fəmtənət. Anası icazə vermir. Ondan sonra deyir ki, anasına, İnnəmə yəmdi ilə mülki əbihi. Bu deyir, yəni atasının mülkünə gedir. Allahın yəni haram evinə gedir. Ondan sonra izin verir. Fəqadimə bihi Məkkə. Və bununla deyir, yəni uşaqla, Şeybə ilə, yəni Muttalib Məkkəyə qayıdırlar. Fəqalə nəz həzə Abdülmuttalib. Və insanlar da bunu görürlər, deyirlər ki, budur Muttalibin quludur. Yəni yolda qaralır, günəş vurur, qaraldır. Qula oxşuyur. Uşaqdır, qula oxşuyur. Deyirlər ki, bu Muttalibin quludur, ondan ayrılmazdır, onun xadimidir, xidmətçisidir. Fəqalə vəyhək innəmə hu ibn əxi Həşim. Deyir ki, vay olsun havuza, deyir, o deyir, qardaşım oğlu Həşimin, yəni qardaşımın oğludur. Və belə də yəni ad olaraq qalır üstündə, Abdülmuttalib, yəni Muttalibin qulu. Yəni ləqəb kimi qalır üstündə. Fəəqamə əndə həttə tərəra fəsəlim iləyhi mulkə Həşim. Deyir, qalır yanında, deyir, boya buxuna çatır. O da deyir, Həşimin qardaşının deyir, mülkünü ona təslim edir, verir. Yəni, nə olur Həşimin mülkü həmin zaman? Deyir ki,
Kəbənin yəni xidmətində durmaq, həcləri yedizdirmək, içizdirmək, onların yəni ki, xidmətində durmaq və bu kimi şeylər. Bunlar hamısı həşmə aid olan bir şeylər olur. Onu təhvil verir yəni Şeybəyə, Abdülmuttalibə. Və kənəl Muttalib şərifən, muta'an, cavadan. Muttalib isə özü şərəfli bir kəs olur, yəni sözünə baxılan, sözü keçən adamdır, yəni hörmətlidir, cömərtdir. Və kənət Qureyş tüsəmmihi feyyad və Qureyş də onu feyyad adlandırır səxavətinə görə. Və huvəl-ləzi aqadal hilfə beynə Qureyş və beynə Nəcəşi. Yəni həmin o Muttalib Qureyşlə Nəcəşi arasında sülh yaradan kəsdir. Və ləhum minəl vələd və övladları Hərisdir, Məxramədir, Əbbəddir, Ənisdir, Abu Omardır və Abu Ruhumdur və qeyriləri övladlarıdır Muttalibin. Yəni qardaş, əmisinin də elə ki, Şeybənin. Və ləmmə mətə və deyir Muttalib vəfat edəndən sonra Vəsəbə Nəufəl ibn Abdülmənəf alə ərkəhi Şeybə. Bu vəfat edən kimi Nəufəl ibn Abdülmənəf onun payını, yəni onun torpağını ələ keçirdir, qəsb edir. Fəsələ ricələ min Qureyş nusratan alə əmmihi. Yəni o əmisi olur Nəufəl, digər əmisi olur. Və bu da deyir, yəni Qureyş kişilərindən kömək istəyir öz əmisinə qarşı ki, yəni torpağı qaytarsın. Fəqalu lə nədxulu beynəkə və beynə əmmikə. Onlar isə deyirlər ki, biz səninlə əmin arasına girə bilmərik. Fəkətəbə ilə əxvalihi. O zaman yazır öz dayılarına, yəni Mədinəyə, Bəni Nəccərə. Onlardan kömək istəyir. Fələmə vaqafə xaluhu Əbu Sa'd ibn Adi ibn Nəccar alə kitabihi bəkə. Və nə vaxt ki, deyir, Əbu Sa'd ibn Adi ibn Nəccar, dayısı da, yəni, onun məktubunu oxuyur, ağlayır. Və sərə minəl Mədinə fi 80 rakibən. Və 80 nəfərlə Mədinədən gəlir Məkkəyə. Məkkəyə çatır, Əbtəh adlı yerə çatır. Fətələqqahu Abdülmuttalib. Onu Abdülmuttalib oradan qarşılayır. Və deyir ki, gəl, deyir, birinci qonaq ol, ey dayı. Deyir ki, yox, Allaha and olsun ki, ta ki Nəufəllə qarşılaşmayınca. Fəqalət taraktuhu bil həcər cəlisən fi məşəyix qavmihi. Deyir, onu deyir, yəni həcər, yəni bir daş yanında və yaxud yəni Həcər Əsvəddə ola bilər. Onun yanında deyir, qoydum, gəldim. Yaşlı kişilərlə, şeyxlərlə oturmuşdu orada qövmünün. Fə əqbələ Əbu Sa'd hətta vaqafə aleyhim. Əbu Sa'd gəlir, yəni onları tapır. Fə qamə Nəufəl qaimən, Nəufəl ayağa qalxır, deyir ki, ey Əbu Sa'd, yəni xoş gəldin. Deyir ki, yəni lə ənəməllah ləkə səbəhən. Deyir, Allaha and olsun ki, ya Allah sənə deyir, yəni xoş eləməsin də, belə bir, yəni ki, şey kimidir ki, və səllə seyfə və qılıncını deyir, çıxardır və deyir ki, və Rabbi həzəl beyt, and olsun bu evin Rəbbinə ki, lə in ləm tərudda alə ibni uxti ərkəhəhu ləmkənənnə minkə həzə seyf. Əgər Allah, yəni bu evin Rəbbinə and olsun ki, əgər sən deyir, bacım oğluna, onun torpağını, onun mülkünü qaytarmasan, bu qılıncdan səni vuracam. Fəqalə radattuha aleyhi. Elə isədir, qaytarıram. Fəşhəd aleyhi məşəyix və Qureyşin deyir, şeyxləri da deyir, bunu təsdiqləyir, şahid olurlar. Sonra nəzələ alə Şeybə, sonra gəlir, deyir, Şeybənin evinə. Orada 3 gün qalır, ümrə edir və qayıdır tezdən Mədinəyə. Fələmmə cərə zəlikə hələfə Nəufəl Bəni Abdüşşəms və bu deyir, yəni hadisədən sonra həmin bu Nəufəl ibn Abdüşşəms ibn Abdülmənəf Bəni Həşimlə sülh bağlayırlar. Fəkən zəlikə səbəbən li fəthi Məkkə kəməsiyyəti və bu da deyir, yəni gələcəkdə, hansı ki deyir, qabaqda gələcək, Məkkənin fəthinə deyir, bir səbəb oldu. Fələmmə rəət xəzəə Nasrə Bəni Nəccar li Abdülmuttalib və bunu görəndir Xəza qəbiləsi ki, yəni Bəni Nəccar, Nəccar qəbiləsi Abdülmuttalibə yardım göstərdilər. Deyirlər ki, Xəza, yəni bunlar da Mədinə, hələ ki, bunlar da Mədinə qəbilələrindəndir. Nəhnu vələdnəhu kəmə vələdtumuhu. Biz də deyir, yəni onu
törəmişik, necə ki siz törəmisiniz. Yəni bizim də qohumumuzdur, sizin qohumunuz olduğu kimi və nəhnu əhəqqu bi nasrihi. Biz elə isə biz daha layiqik ona yardım göstərək. Və zəlikə ennə Ümmə Abdülmənaf minhum. Bu ona görədir ki, Abdülmənafın anası onlardan sayılır, o qəbilədən sayılır. Fədəxalu dərən nədva Darun Nədvəyə daxil olurlar və sülh imzalayırlar. Sonra deyir ki, atası Abdullah isə, Allah Resulü sallallahu aleyhi ve sellem atası, atasına gəldikdə isə, bu babasından danışdıq da, elə bir ki, Abdülmuttalibdən, Şeybədən danışdıq. Atasına gəldikdə isə, Peyğəmbər sallallahu aleyhi ve sellem atası, yəni zəbih adlanır. Zəbih nədir? Yəni qurban üçün nəzərdə tutulanda, qurban kesilmək üçün nəzərdə tutulan, onun zəbih deyilir. Necə ki, İsmail əleyhissalam İbrahim əleyhissalamın zəbihi idi. Yəni qurban üçün nəzərdə tutulmuşdu da, yəni. Bu da, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm atası da həmçinin zəbih idi. Yəni Abdülmuttalibin zəbihi idi. O səbəbi zəlik və bunun səbəbi nədir? Ənə Abdülmuttalib umira fil mənəm bi hafr Zəmzəm və vusifə ləhu mawduha. Yəni Abdülmuttalib yuxuda görür ki, ona əmr olunur, get Zəmzəmi qazı çıxart. Və yeri də göstərilir ona ki, Zəmzəm falan yerdədir, onu qazsan çıxardacaqsan onu. Və kənət Cürhum və bundan qabaq demişdik, yəni kitabın əvvəlində Cürhum qəbiləsi Əl-İsmail, yəni İsmail övladlarından Məkkəni almışdılar, ələ keçirtmişdilər Cürhum qəbiləsi. Və orada yəni padşahlıq eləyirdilər uzun bir zaman, yəni yiyəlik eləyirdilər. Thumma əfsədu fi haramilləhi, sonra Allahın haramlarında haram bölgəsində çox fəsadlar törətdilər. Ona görə onlara qarşı qəbilələr yığıldı və onları qovdular oradan. Fəvəqa beynəhu və beynə Xuza hərbun, məsəl üçün Xuza qəbiləsi ilə onlar arasında yəni döyüşlər baş verdi və Xuza Yəmən qəbilələrindən sayılır, əhli Səbadandır. Və ləm yədxul beynəhum Bənu İsmail fəqələbəthum Xuza. Və Bənu İsmail də deyir, aralarına girə bilməyib və Xuza qəbiləsi deyir, qalib gəlir, qovur Cürhum qəbiləsini Məkkədən. Fəkənə Cürhum qəd dəfənət, Cürhum özü isə bax həmin uzun dövrdə haçan ki orada başçılıq edirdi. Onlar yəni Həcərül Əsvadı da bastırırlar, məqamı da bastırırlar, Zəmzəm quyusunu da bastırırlar. Yəni fəsadlar törədirlər o zaman, yəni orada hakimiyyətdə olan zaman. Və zahara bə'də zəlikə Qusay ibn Kiləb alə Məkkə. Ondan sonra Qusay ibn Kiləb yəni Məkkədə deyir, üstünlük ələ keçirir. Və raca ileyhi miras Qureyş və Qureyşin mirasını deyir təzədən Qureyşə qaytarır. Fəənzələ bə'duhum daxilə Məkkə və hum Qureyşil əbətih. Və bəziləri deyir, yəni Məkkə daxilində deyir, gəlirlər, yəni Qureyş əbətih var, Qureyş bir də Zavahir var. Yəni çölündə, xaricində, yəni Məkkənin və daxilində olanlar. Yəni bunlar bölünür də Qureyşlilər. Bunları da yəni cəlb edir ora. Fəbəqiyyət Zəmzəm mədfunətən ilə asri Abdülmuttalib. Və beləcə də Zəmzəm deyir, dəfin olunmuş, yəni bastırılmış olur ta ki Abdülmuttalibin dövrünə qədər. Yəni baxmayaraq Qureyş ələ keçirdir təzədən hakimiyyəti, lakin Zəmzəm eləcə də qalır, bastırılmış, yeri də təyin olunmur ta ki bu Abdülmuttalibin dövrünə qədər belə davam edir. Fəra'a fil mənəm mawdi'əhə, Abdülmuttalib isə yuxuda, yəni onun yerini görür. Fəqami yəhfiru fəvəcədə fihə suyufən mədfunətən və hulyə və qəzələn min zəhəbin müşənnəfin biddurri. Yəni qazı çıxardır oradan, deyir, görür ki, orada bastırılmış qılınclar var, orada yəni qırqızıl var və həmçinin yəni ceyran var, qızıldan boyanmış yəni şeylərlə üstündə, mirvarilərlə, qızıldan da yəni. Fəəlləqəhu Abdülmuttalib aləl-Kəbə və onu götürür Abdülmuttalib Kəbəyə asır. Və leysə mə Abdülmuttalib illə vələduhu Həris. Və həmin dövrdə Abdülmuttalibin yanında ancaq Həris oğlu olur. Fənəzəəthu Qureyş və qalu ləhu əşriknə. Və Qureyş də deyir, gəlirlər, deyirlər ki, bizi də bu işdə şərik et, yəni dirəşirlər. Fəqalə mə ənə bifəilin. Mən bunu edən deyiləm. Yəni mən tək ancaq bunu, yəni tək mənə xasdır da, yəni bu mənə aiddir. Yuxuda görmüşəm, yəni mənim üçün bu bir işarədir, yəni mənəm bu, yəni buna yiyələnən. Həz əmrun xüsusət bihi. Bu iş deyir, xasdır mənə.
Fec'alu beyni və beynakum ma şi'tum uhakimukum ileyhi. Yəni aramızda kimi istəyirsiniz çağırın, yəni məhkəmə quraq. Fənəzərə hineyizin Abdülmuttalib, həmin dövrdə Abdülmuttalib nəzir edir ki, Leyn ətəhullahu aşrə əvlad, əgər Allah Taala ona 10 övlad verərsə, 10 oğul verərsə, və bələğu ən yəmnəuhu, və onlar da o dövrə çatar, yetişər ki, yəni bu işin qarşısını alsınlar, yəni Qureyşə qarşı dirəşsinlər. O zaman deyir, yəni Kəbə qarşısında onlardan birini qurban kəsəcəm. 10 uşaqdan birini. 10 övlad, oğuldan. Fələmmə təmmu aşra, və nə vaxt ki bu 10 tamamlandı, və arafə ennəhum yəmnəunəhu, və bildi ki bunlar qarşısına dura bilərlər Qureyşin, yəni qarşısına ala bilərlər ki onlar dirəşməsinlər. Əxbərəhum bi nazrihi fəətəuhu. Öz nəzrini onlara bildirdi, onlar da boyun əydilər. Yəni razılaşdılar. Və kətəbə ləhu minhu ismuhu fil qadah, hər birisinin, yəni ki adını, hələ bir ki fal oxları var da, yəni oxlara yazdı və bunu asdılar, hələ bir ki baş bütün Hubalın, yəni yanına qarşısından, və Hubala xidmət eləyən, yəni o bütə xidmət eləyən də o işin başında durmuşdu. Fəxarəcəl qadah alə Abdul, yəni demək ox düşdü Abdullahın üzərinə ki, yəni bunun payına düşdü qurban kəsilmək. Və əxəzə Abdülmuttalib əl-mədiyyə liyəzbəhəhu, və götürür, yəni ki artıq qurban kessin, və Qureyş qalxır ayağa, deyir ki, çağırır onu ki, qoymurlar kesməyə ki, gözdə hələ. Yəni kesmə, insanı qurban kesmə. Deyir ki, bəs nə inəyim, axır nəzir demişəm. Fəəşəru aleyhi ən yənhərə məkənəhu aşran minəl ibil. Və işarə eləyirlər ki, yox, əvəzinə deyir, bax bu 10 dənə dəvəni kes, dəvəvi kes 10 dənə. Yenə püşk atır, yenə Abdullah'a düşür. Fəvaqat qur'a aleyhi fəxtəmmə Abdülmuttalib. Biraz da yəni kədərə düşür. Biraz da kədərlənir. Sümmə ləm yəzəl yezidu aşran. Sonra yəni bu 10 artıra gəlib çıxır 100-ə dəvə. Hər dəfə yəni Abdullah'a düşür. Hər dəfə Abdullah'a düşür. Yəni Allahın hikmətidir də. Yəni 10 nəfərdən hər dəfə Abdullah'a düşür. Hər dəfə də 10 dəvə artırırlar. Və la təqal qura illə aleyhi. İlə ən bələğə miyə, ta ki gəlir çatır, yəni 100 dəvəyə. Fəvaqatil qura aləl ibil fənuhirat anhu fəcərət sünnə. Və 100-də dayanırlar, deyirlər, axırda yəni 100-də, 100-cüdə düşür dəvələrə. Püşk düşür dəvələrə. Və o zaman deyir, yəni dayanırlar bunda 100 dəvədə və 100 dəvə kəsilir. Və artıq bundan sonra bu çıxış yolu kimi, sünnət kimi yəni tərtib olunur, qalır. Və ruviyə ənin Nəbi sallallahu aleyhi və səlləm ənəhu qal, ənə ibnu zəbiheyn. Və necə ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən rəvayət olunur ki, deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm, mən yəni 2 zəbihindir oğluyam, övladıyam. Bir İsmail'in, bir də Abdullah'ın. Sümmə tərəkə Abdülmuttalib əl-ibil lə yarudda ənhə insanən və lə səbəə. Sonra deyir, Abdülmuttalib deyir, Kəbədə deyir, dəvələr buraxır ki, insanlar gəlsin bundan faydalansın. Heç kəsin qarşısını almır da. Nə heyvanın, nə insanın qarşısını almır ki, faydalansınlar. Fəcərətə diyə fi Qureyş vəl-Ərəb miyə minəl ibil. Və bundan sonra, bu hadisədən sonra Qureyşdə artıq qanun olaraq diyə payı, yəni diyə nədir? Kimsə məsələn öldürülürsə, onun diyə payı, yəni 100 dəvə olur. Yəni cəriməsi də. Yəni ondan sonra Allah Resulü sallallahu əleyhi və səlləm də təsdiqləyir, yəni bu qanunu, yəni qoyur, bu cürünə də qalır. Və bura qədər inşallah bugünkü dərs yetərlidir. Gələn dəfə davam edərik. Subhanallah, həmdəkə şəhadu an la ilahe illallah, əstəğfiruke və etûbü ilayh.